Cənub-Şərqi Asiyada güclü zəlzələ, dağıntı və tələfata səbəb olub. Yeraltı təkanların epitsentri Myanmanın mərkəzində, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb. 12 dəqiqə ərzində 7,7 və 6,4 bal gücündə 2 dəfə zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə, xüsusilə Taylandda da ciddi fəsadlara yol açıb. Myanmada çox sayda tikili, o cümlədən körpü, monastır və məscidlər dağılıb. Taylandın paytaxtı Bangkokda isə tikilməkdə olan çox mərtəbəli bina çöküb. Bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə isə təbii fəlakət nəticəsində Myanmada 55, Taylandda 4 nəfər həlak olub. 250-dən çox insan isə xəsarət alıb. Dağıntılar altında qalanlar olduğundan tələfat sayının artacağı istisna edilmir. Myanmanın 6 regionunda və Bangkokda fövqəladə vəziyyət elan edilib. คอมเมนต์เข้ามาในคอมเมนต์ได้นะคุณผู้ชมเราจะได้มีเรื่องของการ